Deməli, qardaşlar, cümə namazı 2 rəkətdir və cümə namazını qılmaq üçün ən azı 5 nəfər lazımdır, piş namazla bir yerdə. Niyyət olunur ki, iqtida eləyənlər, cümə namazı qılıram, piş namaza iqtida eləyirəm, qürbətən ilallah, Allahu Əkbər. Dildə deməsəz də var təbii ki, niyyəti. Ardıcan, piş namaz, yəni imam cəmaat Həmd surəsini oxuyur birinci rəkətdə. Yaxşı olar ki, Həmd surəsindən sonra müstəhəbdir ki, cümə surəsini oxusun. Əgər cümə surəsini oxumursa, digər surələri də oxuya bilər, problem yoxdur. Ardıcan, qunut tutulur birinci rəkətdə, həmin o surədən sonra ruku və səzdələr yerinə yetirilir. Sonra qalxır ikinci rəkətə. İkinci rəkətdə də Həmd surəsi oxunur, ardıcan müəyyən bir surə oxunur, hər hansı bir surəni istəsəz oxuya bilərsiniz. Sonra rukuya gedilir. Rukudan qiyama qalxılanda qunut tutulur. Yəni rukudan sonra qunut olur. Qunutdu da eləyəndən sonra artıq rukuya getmədən birbaşa səzdələr yerinə yetirilir. Sonra təşəhhüd və salamlarla namaz bitir. Bu da cümə namazıdır. Bir də ki, qardaşlar, əgər siz bir yerdə cümə namazı qılmaq istəyirsinizsə, gərək məsafəyə baxasınız ki, 5 kilometr yaxınınızda cümə namazı qılınmasın. Əgər qılınırsa, siz orada qıla bilməzsiniz.